Fason Radyo. 5 Ekim 2025 Pazar, Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Əli. Hər birinizi salamlayıram əziz dinləyicilər. Ali, bugün gündem yine dop dolu görünüyor. Türkiye ile Azerbaycan'ı yakından ilgilendiren özel bir yıl dönümü var sanırım, değil mi? Bəli Özləm, düzdür. Bugün 44 günlük Vətən müharibəsinin 5-ci il dönümüdür və düz 5 il əvvəl bugün 5 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev Türkiyənin TRT xəbər kanalına tarixi bir müsahibə vermişdi. O müsahibə bugün yenidən xatırlanır. Evet, hatırlıyorum o günleri. Savaşın en sıcak zamanlarıydı ve o röportaj Türkiye'de de büyük bir dikkatle izlenmişti. Azerbaycan'ın kararlılığını tüm dünya görmüştü. Tamamilə elədir. O günlər bir daha sübut etdi ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Gündəmin başqa bir mövzusuna keçsək, iqtisadiyyatda maraqlı rəqəmlər var. Ölkəyə avtomobil idxalı artıb. Güzel haber. Azerbaycanlılar yeni arabalara biniyor anlaşılan. Tercihler ne yönde? Bizdeki gibi elektrikli otomobillere bir ilgi patlaması var mı? Əslində tam tərsidir. Hibrid avtomobillərin idxalı 4 dəfə artıb, amma elektrikli avtomobillərə maraq azalıb. İnsanlar hələ ki tam elektrikli maşınlara biraz tərəddüdlə yanaşır. Tereddütle anladım. Yani çekimser kalıyorlar. Altyapı meselesi sanırım. Bizde de ilk başlarda öyleydi. Peki bunlar daha çok resmi ve ekonomik haberler. Biraz da halkın içinde, belki de daha eleştirel basında neler konuşuluyor? Dün konuştuğumuz bazı can sıkıcı konular vardı mesela. Bəli, o mövzular hələ də gündəmdədir. Məsələn, dünən danışdığımız kimi suyun qiymətinin artacağı ilə bağlı narahatlıq davam edir. Həmçinin müxalif yönümlü media orqanı olan Azadlıq Radyosunun yazdığına görə həbsdə olan fəal Nicat İbrahimin aclıq aksiyası da 18-ci günündədir. 18 gün. Umarım sağlığı daha fazla bozulmaz ve sesini duyurabilir. Peki bu muhalif medya dediğin kaynaklarda başka ne gibi haberler var? Məsələn, yenə müxalif media platforması olan Meydan TV-nin bir xəbərinə görə, Abzas media işi üzrə həbsdə olan 3 qadın jurnalist Bakıdan təxminən 300 kilometr uzaqlıqdakı Lənkəran həbsxanasına köçürülüb. Vəkilləri bunun ailələri ilə görüşmə hüququnu məhdudlaşdırdığını deyir, penitensiar xidmət isə qərarı onların qeydiyyat ünvanları ilə əsaslandırır. Bir dakika Ali, penitensiyar hizmet ne demek? Kulağa çok resmi geliyor. Sizdəki Cəza və Təvqif Evləri Ümumi Müdürlüyü kimi bir qurumdur, yəni həbsxanaları idarə edən dövlət orqanıdır. Anladım. Ceza ve Tevkif Evleri Genel Müdürlüğü. Bizde de mahkumların başka şehirlere nakledilmesi zaman zaman tartışma yaratır. Aileler için çok zor bir durum. Yine aynı kaynaklarda başka dikkat çekici bir haber var mı? Var Özləm. Yenə Meydan TV-nin yazdığı bir xəbər sosial şəbəkələrdə çox müzakirə olunur. Xarici İşlər Nazirinin oğlunun qurduğu bir məktəbli avtobusu şirkətinin aylıq xidmət haqqı çox yüksək olduğu üçün tənqid edilir. Ay, bu konu bana nedense hiç yabancı gelmedi. Bizde de böyle eş, dost, akraba girişimcilik öykülerini sık sık duyarız. Ne kadar istiyorlarmış aylık servis ücreti? Aylıq 100 manatdan 250 manata qədər dəyişir. Bu da bir çox ailə üçün ciddi bir məbləğdir. Anlıyorum. Gündem yine hem sevindirici hem de düşündürücü haberlerle dolu. Peki komşularda durum ne? Qonşu Gürcüstanda vəziyyət biraz qarışıqdır. Seçki nəticələrinə etiraz edən müxalifətin mitinginə polis biber qazı ilə müdaxilə edib həbs olunanlar var. Bu xəbər də Azadlıq Radyosundandır. Bölge hareketli yani. Peki içimizi ferahlatacak bir haber yok mu hiç? Bir spor başarısı, bir sanat haberi? Var, əlbəttə. Azərbaycanlı güləşçilərimiz BDT oyunlarından 3 medalla qayıdıblar. Bu, hamımızı çox sevindirdi. Bir də biraz kədərli bir xəbər var. Şuşa Dövlət Teatrının direktoru, xalq artisti Yadigar Muradov xəstəxanaya yerləşdirilib, hamımız onun üçün dua edirik. Büyük sanatçıya acil şifalar dileyelim biz de. Ve güreşçilerimizi de tebrik edelim. Ali, verdiğin bilgiler için çok teşekkürler. Təşəkkürlər Özləm. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte Bakü Stüdyosu'nda buluşmak üzere, hoşça kalın.
Hafta Son Radyo.